Rusiyadakı Azərbaycanlı kriminal klanlara yeni lider təyin olub. O qanun oğru Zaur Şipilovdur və onun namizədliyini bir nömrəli qanun oğru Zaxari Kalaşov tam dəstəkləyib. Lentaz Rusiya mediasına istinadla bildirir ki, kriminal liderlər Rövşən Caniyevin, daha sonra isə Nadir Səlifovun ölümündən sonra Rusiyada Azərbaycanlı kriminal qruplaşmaların rəhbərliyi bir müddət boş qaldı. Kriminal general Ülfət Tağıyev azadlığa çıxandan sonra Rusiya Federasiyasında Azərbaycan mafiyasının başçısı oldu. O həmin vaxt azadlıqda olan bir nömrəli qanun oğru Badri Kutaysinin dəstəyini aldı. Hətta Rusiya hakimiyyəti Tağıyevin Rusiyaya girişini ömürlük qadağan etmək qərarına gələndə belə Badri Rufonun Rusiyaya qayıtmasından ötürü FSB ilə danışıqlar apara bildi. Mart ayında o Kokaşvilinin 60 illik yubileyində iştirak etdi. Sonra Zaxari Kalaşov cəza çəkmə müəssisəsindən buraxılıb. Qısa fasilədən sonra Badri Rufonun gələcəyi barədə Kalaşovdan soruşub və cavab mənfi olub. Belə ki, Şakro Molodoy qəti şəkildə deyib ki, onların yanında Rufo olmamalıdır. Bunun ardınca Tağıyev həbs təhlükəsi ilə tələsik Rusiya Federasiyasını tərk edib və indi Misirdə yaşayır. Şakro Azərbaycanlı kriminal klanların idarəçiliyinə hələ Det Xasanın vaxtında özünü sübut edən qanun oğru Vaqif Süleymanov irəli sürmək istəyib. Amma Badri onu inandırıb ki, Rusiya Federasiyasındakı Azərbaycan mafiyasının liderini əvəz etmək üçün daha gənc və ağıllı adam lazımdır. Nəticədə Şakro Zaur Şipilovun namizədliyini təsdiqləyib və bu vəziyyətdə Badri də uduzmayıb. Zaur Şipilov 2006-cı ildə Moskvada qanun oğru Lotu Hikmət ilə birlikdə qətlə yetirilən avtoritet Culfalı Bayram Talıbovun oğludur.